25 yaşımda nəyə görə abituriyent olmağa bu qədər həvəs göstərdim? İkinci dəfə niyə təhsil almaq istədim? Bununla bağlı danışaq. Mən jurnalistikanı bitirmişəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm və ixtisasıma da istəyərək qəbul olmuşam. Yəni balım az idi deyə və yaxud da məcburiyyət qarşısında qalaraq daxil olmamışam. Mən İlahiyyat Universitetinə hazırlaşıram inşallah. Bu arada hazırlığa getmirəm, evdə hazırlaşmağa çalışıram. Çünki 9-dan 6-ya çalışıram deyə. O iş rejimi ilə hazırlığa getmək, yenidən hazırlaşmaq çox qəlizdir. İşə gedirsən, işdən gəlib onlayn hazırlığa qoşula bilərsən, amma onlayn hazırlıqdan sonra oxumağa nə qədər vaxtın qalacaq? İlahiyyatın balı da çox yüksək deyil, amma mən yenə də az bal yemək istəmirəm. İstədiyim yerə yaxşı balla daxil olum ki, yəni ora nə qədər dəyər verildiyim ən azından özümə sübut olunsun. Jurnalistika ilə ərəb dilini və yaxud jurnalistika ilə ilahiyyatı qarışdırmaq hissi, onları qovuşdurmaq və yaxud da bu sahədəki boşluğu doldurmaq hissi yenidən mənə oxumaq həvəsini gətirdi. Yəni istəyirəm ki, həm jurnalistika, həm də ilahiyyatdan əldə etdiyim məlumatlarla və yaxud ərəb dilindən əldə etdiyim məlumatlardan daha sonra ixtisasımı birləşdirərək yaxşı materiallar ortaya çıxardım və yaxud da bu sahədəki boşluqları doldurum, insanlara faydalı olmağa çalışırım. Bu arada 25 yaşımda yenidən universitet oxumaq hissi məni biraz qorxudurdu. Çünki gecikmiş hiss edirəm. Mən bu fikrimi TikTokda paylaşanda bəzi insanlar mənim tərəfimdə dursalar da, mənim düşüncəmi təsdiq eləsələr də, bəzilərinin bu düşüncəm xoşuna gəlmədi. Mən də insanlara hörmət edirəm, fərqi yoxdur. Yəni necə düşünsələr belə, nəticədə mənim həyatımdır və mən heç nə itirmirəm, çünki mən onsuz da bir dəfə təhsil almışam. Jurnalistikanı bitirmişəm, əlimdə bir ixtisasım var və ilahiyyatı bitirməklə mən heç nə itirməyəcəm, əksinə nələrsə qazanacağam, əldə edəcəm. Yəni bu sahədə dində bilmədiyim çox şey var. Məlumat almaq istədiyim çox şeylər var ki, insanlara soruşuram, bəzən cavab ala bilmirəm. Bəzi çox güclü ilahiyyatçılar var, çox savadlılar var, amma elə suallar var ki, biz onlardan soruşa bilmirik. Bəzən çəkinirik. Çəkinmədən özüm araşdırıb nələrsə bilmək istəyirəm.